Müddətli və müddətsizlə əlaqədar, yəni qanunvericilikdə belə bir qaydalar var. Nazirlər Kabinetinin 16 yanvar 20-ci il tarixli 11 nömrəli qərarda 50-in qiymətləndirməsi qaydasında 4.2 bəndində bildirilib ki, ardıcıl olaraq 31-60% orqanizm funksiyanın pozulmaları 15 il əlillik təyinatı ardıcıl aparılarsa 31-60%, yəni biz dediyimiz dildə 3-cü qrup vətəndaş olarsa 15 il bitdikdə növbəti müayinədə müddətsiz olacaq. 61-80% orqanizm funksiyanın pozulması, yəni bildiyimiz 2-ci qrup 10 il ardıcıl olaraq əlillik təyinatı aparılarsa növbəti müayinədə müddətsizə keçəcək. Və birinci qrup bildiyimiz 81-100% orqanizm funksiyanın pozulması 4 il ardıcıl aparılarsa növbəti müayinədə müddətsiz olacaq. Qarışıq olan da qruplar 4.3 bəndi həmin qərarın deyir ki, qarışıq dəyişən qruplar olduqda toplam 15 il ərzində ardıcıl aparılarsa əlillik növbəti müayinədə artıq müddətsiz təyin olunur. Bir də var ki, hansısa bir xüsusi hallarda ciddi xəstəliklər olanda əlillik ilkin təyinatdan artıq müddətsiz aparıla bilər. Məsələn, hansısa bir anatomik defekt olanda bildiyimiz amputasiyalar, məsəl üçün aşkar gözlə görünən xəstəliklər, məsələn, hansısa psixi qüsurlar olanda, ağır əqli geriliklər, autizm, hansısa cürbəcür psixi xəstəliklər, geri dönməz proseslər, xəstəliklər olanda müddətsiz aparıla bilər. O biri məqam dediyimsə, əmək pensiyaları haqqında və sosial müavinətlər haqqında Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş yaşa görə əmək pensiyasına çatmış vətəndaşlara əlillik təyinatı aparılırsa, bu müddətsiz aparılır və sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik təyinatı aparılırsa, artıq müddətsiz aparılır. Əmək zəmanətini bizim qurum verir. Əmək zəmanətini vətəndaşı müayinə edərək hansı işlərdə xüsusi qaydaya əsasən hansı işlərdə işləyə bilər deyə biz həmin əmək zəmanətini veririk. Bizim yanaşmamız belədir. Vətəndaşın əlilliyi olmasına baxmayaraq hər bir vətəndaş işləyə bilər və imkan daxilində cürbəcür işlər var, yüngül işlər var, fərqli ofis şəraitində işlər var, hansılar ki, əlilliyi olan şəxslər işləyə bilər deyə biz əmək zəmanətini əlaqədar müayinə edib vətəndaşa o barədə arayışlar veririk. Natamam doldurma bu o deməkdir ki, rəsmiləşdirilən həmin o forma 88, hansı ki, təbib tərəfindən rəsmiləşdirilir. Orada təyin ediləsi olan meyarlara və yaxud da biz dediyimiz xəstəliklərin beynəlxalq təsnifatı dediyimiz XBT kodlara uyğun olan diaqnoza müvafiq müayinələr, laborator və instrumental müayinələrin nəticələri qeyd olunmayıb. Ona görə biz o formanı tam olaraq qiymətləndirə bilmirik deyə biz onu natamam doldurma ilə Həkim Məsləhət Komissiyasına geri qaytarırıq. Vətəndaş müraciət edir Həkim Məsləhət Komissiyasına, onlar o formanı tam dolduraraq bütün lazımi müayinələri əlavə edərək sistemə yerləşdirir və biz o qiymətləndirməni aparırıq. Əlillik təyinatı onlayn aparılır. Vətəndaşın forması vurulur və biz onlayn şəkildə aparırıq. Və bütün qaydalarda da yazılıb ki, vətəndaş əlillik təyinatından narazıdırsa və yaxud da bir müddət sonra biz ona gücləndirmə deyirik. Gücləndirməyə müraciət etmək istəyirsə, məsəl üçün səhhətində ağırlaşmalar baş verib, dəyişikliklər baş verib, bu qaçılmaz bir şeydir. Vətəndaş onlayn növbə götürərək yaxınlaşır bizim mərkəzə əyani müayinəyə. Biz əyani müayinədə vətəndaşın 3-cü qrup olan bu həmin vətəndaşı bir daha müayinə eləyəcəyik. Gücləndirməyə əsas varsa gücləndirmə aparılacaq. Bəli. Video görüntü epilepsiyanın daha düzgün qiymətləndirilməsi üçün istənilir ki, bu da vətəndaş yönümlü bir yanaşmadır ki, vətəndaşın əlillik təyinatı düzgün aparılsın. Qanunvericiliyin 15 iş günü ərzində əlillik təyinatı aparılır müayinədən sonra.
və yaxud da ki, forma 88 sistemə vurulandan sonra. Vətəndaş hansısa bir tarixə müayinəyə yazılıbsa, gəlib müayinədən keçibsə, 15 gün ərzində 50 təyinatlı sistemdə olacaq. Elə hallar var ki, ayaqda qəlpə olmasına baxmayaraq, heç bir 50 təyinatı aparılmır, insan normal həyatını sürür. Elə hallar var ki, 50 qəlpənin ayaqda və yaxud əldə və yaxud bədənin hansı bir hissəsində olması ciddi pozğunluqlara gətirdiyinə görə vətəndaşa 50 təyinatı aparılır. Bu konkret vətəndaşa və konkret vətəndaşın müayinəsi nəticəsində bilinəcək. Dövlət Tibbi Sosial Ekspertiz və Reabilitasiya Agentliyinin bütün Azərbaycan regionlar üzrə 20 ərazi çiseki var. Vətəndaşın müayinəsi zamanı vətəndaşa Bakıya gəlməyə ehtiyac olmur. Biz onu dəvət edirik. Bizim regionlar üzrə ərazi çiseklərimizdə orada bizim sədrimiz, 2 ekspertimiz fəaliyyət göstərir. Bundan əlavə vətəndaşın ümumiyyətlə imkanı yoxdursa, xəstəliyinə əlaqədar imkanı yoxdursa, yeriməyə və yaxud evdən çıxmağa ağırlığına görə biz o vətəndaşı qeydə alıb onu evdə müayinə də edirik. Bu gündəlik olan işimizdir. Vətəndaş müraciət eləsə, imkanı yoxdursa gəlməyə, həm də ki, evində müayinə edə bilir. Düspəncəli ilə əlaqədar 50 təyinatı aparılmır. Cürbəcür xəstəliklər zamanı belə bir yanaşma var. Bəli, buna deyirlər boy çəki indeksi. İnsanın boy çəki indeksi, bunun konkret rəqəmləri var, normaları var. Normadan yuxarı olanda piylənmə olur, normadan aşağı olanda kaheksiya və s. Bəli, 187 sayılı qərarda, meyarlarda bununla əlaqədar qeydlər var. Həm piylənmə zamanı, digər xəstəliklər, yanaşı xəstəliklər olanda 50 təyinatı aparıla bilər. Piylənmənin elə bil ki, ağırlaşması olur. Həm çəki çatmamazlığı olanda da 50 təyinatı aparıla bilər. Konkret rəqəmlərə bağlıdır.